gözyaşların olub yağış. Görsən məndə küskün baxış, nə olar susma dönər. Yalvarıram, yalvarıram. Mənlə barış, bəsdir daha dözmür ürək. Ya sevməni ya da əl çək. Bəsdir daha dözmür ürək, dözmür ürək, dözmür ürək. Bəsdir daha dözmür ürək. Ya sevməni ya da əl çək. Bəsdir daha dözmür ürək, dözmür ürək. sevimli qonaqlarımız və bizim ən əziz, sevimli Bakı News tamaşaçılarımız. Artıq bir aylıq uzun sürən belə deyək, ayrılıqdan sonra yenə də biz efirlərdəyik. Nəğməli görüşlər sizlərin ixtiyarınızdadır. Nəğməli görüşlərin ilk qonaqları təbəssüm rəqs qrupu oldu. Çok güzel rəqs elədiniz. Bu ritmi, musiki ritmlərini bir daha bizə yaşatdınız. Buna görə sizə çox teşekkür ederim, amma bizləri tərk etməyin. Buyurun, əyləşin. Əzizlərimiz,
Musiqi bir dünyadır. Elə bir dünyadır ki, o yaşamayan bilməz. Bunu daxilində hiss etməyən bilməz. Musiqi elə bir həyatdır ki, insan özünü onsuz təsəvvür edilməz. Ən gərgin, ən yorğun zamanlarında musiqi səni yorğunluğunu çıxardır. Musiqi bir mənəvi zövq verir. Musiqini sevməyən insan həyatda tanımır. Ancaq musiqini insanlara olduğu kimi çatdırmaq, bunu hər kəs bacarır. Çünki o duyğular yaşamaq özü bir aləmdir. Və nəğməli görüşləri təbii ki adından görüldüyü kimi mövzusu, gayesi musiqidir. Ancaq bizim bugünkü mövzumuz isə duetlər. Duetlər arasında olan səmimiyyət. Söhbət musiqi səmimiyyətindən gedir, duyğu səmimiyyətindən gedir. Təbii ki, əgər iki şəxs və ya üç şəxs arasında, musiqisi arasında gözəl bir musiqi səmimiyyəti yaranırsa, deməli ən azından ən gözəl duyğuları da tamaşaçılara çatdırılır. Duetlər nəzərdə tutulanda bir çox xarici musiqi aləmində, dünya musiqi aləmində bir neçə duetlər var. Onlar hər zaman bizlərin diqqətimizdə olur, nəzərimizə çatdırılır və ən gözəl ifalar da duetlərdə alınır. Bəzən. Ancaq elə musiqiçilər var ki, elə istədiyi o ruhi gözəlliyi tək ifa ilə verir. Mən bu sözü nahaq yerə işlətmədim. Azərbaycan musiqisində özünə məxsus dəsti xətti olan və özünə məxsus stili olan, gözəlliyi olan, mənəvi gözəlliyi olan bir xanım tanıyıram. Mən uşaqlıqdan o xanımın səsinin də, sözünün də, gözəlliyinin də, qadınlığının da vurğulayam. Söhbət Flora xanımdan gedir. Flora xanım, sizin adınız çəkiləndə əyləşin lütfən, biz ayaqda durmalıyıq sizin qarşınızda. Sizin adınız çəkiləndə mən hər zaman bir axşam taksidə gəlməyə gözləyirəm. Sizin adınız çəkiləndə bir çox gözəl musiqilər var ki, onları dönə-dönə eşitməkdən doymuram. Mən tək bilirəm ki, özüm bunu demirəm. Burada hər şəxs, hər bir qonaq Flora xanımın musiqi zənginliyini dəstəkləyir. Siz bir aile ağlamısınız, aile bir kitabsınız. Sizə hələ çox, gəncləriniz çox oxumalıdır. İnanın, hələ belə deyək də, hər çağında oxuduğu musiqi bir şans olur. Bax, bunu mən öz adımdan deyirəm. Mən sizin musiqilərinizlə hər zaman böyümüşəm. Ən azından bir çox istedadlı, çox belə deyək də, favorit bir xanım aktrisadır. Yəni, hansı filmlərin deyək, Qanun namı filmlə Züleyxanovundan mən hər zaman güftə etmişəm. Rədd ol buradan. Mehman əzizim. Bəlkə nə qədər gec deyil. Gördün, anam haqlıymış. Axı biz bura niyə gəldik? Prokuroru da belə qarşılayanda. Mehman, sən nəyə arxayınsan? Nəyə? Bir saflıq simvoludur Züleyxa xanım. Bir gözəllik simvoludur. Bir ailəsini dünyalar qədər sevən bir xanımdır. Və Flora xanım özünü yaradır. Bəlkə də hansısa bir rolu var, onu istəyir ki, orada hələ Flora xanım özü tam tamamlanmıyor. Onu da gözləyir. Ancaq mən bilirəm ki, Flora xanım elə musiqiləri oxuyub, elə ifadə edib ki, hər birində özünü tapıb. Belədirmi?
yüksek fikirlerinizi təsdiqləyə çünkü hep halde siz bıraktan qiymət verirsiniz. Çok sağ olun geniş yüreğinize ve güzel söz demezdim yılınıza, önce söz fikrinize ve hissiyatınıza. Tanrıdan ne gelirse, hansı qabiliyyət gəlirsə, onu o da aşkar edeyim. Yani ben xüsusi neyse düşünüp ve xüsusi enerji bitirmemişim. Naxışım ondadır ki, doyut ortaklıklarımın yaxşı səsi olub, istedad olub. Mən də kömək eləmək istəmişim. Yəni, siz yaradan mənə kömək edir. Verməklə də insanlara, əgər bacarmanızı, imkanınızı edebilirəm, sizə edirəm və nəticəsi də yine sizin tələbinizdir. Mən bir həqiqəti hər zaman beynimdə yaddaşımda yadıram ki, Flora xanımın gözəlliyini hər zaman hansısa efirdən verir. Amma bizdə, yəni hər zaman ya belə deyək də, efirdə ya eynə ilə oturursunuz, yaxud da çox belə güləriz olmaqsa sakin, amma buradakı bu uşaqlar sizə bir enerji verir. Düzdürmü? Buradaki gençler size bir enerji verdi, size bir stimul verdi. Ve burada güzel hanımlarımız var. Yani ben onları da sizin sayenizde yine bir teklif ettim. Rüza Hanım Esedullayeva, Merhaba Hanım Zeynalova, Zeynalova Hanım, Zeynep Hanım, Aliye'nin Bahar kızı, Bahar Hanımlar buradadır. Ben yine deyirəm, böyle bu konaklar ile bakmıyorsun, dermeme görüşlerine işinleri düşünürsünüz. Çünkü bunlar yeniden olan bir mecliste her insan individualını ve her insan ben düşünürüm, ben ile de var şahsiyeti. Ona göre benim sayemde yok olan her birisi öz davuliyetine istəyir cavanlar olsun, istəyir uşaqlar olsun, istəyir benim yaşıtlarım olsun, öz davuliyetine güvenir, arkalarını buradanlar. Ona göre mümkünse sizin sayenizde sözünüzü orada. Yani bilmiyorum, ben böyle düşünürüm, size bakarım.
Mən bir canlı arzu edirəm ki, yəni musiqinin təsirini o qədər dayanmamışam. Hər zamanki kimi. Amma bir də onu bilirəm ki, hər bir şəxs, hər bir insan sevsin, ancaq körpüləri yandırmasın. Arzuları hər zaman kimi olsun, amma içində bir sevgi ilə, ürəyində bir sevgi ilə, ağlındakı bir sevgi ilə elə bir sevgi yaşasın ki, bu sevgi tək özünə yox, qarşılıqlı olsun, hər kəsə getsin. Və həqiqətən də sevənlər üçün, belə deyək, 14 fevralda ən əziz bir, ən gözəl bir hədiyyəni ilə, musiqi hədiyyəsini siz elədiniz. Və bu da onlara bir mesaj olar. Gözəl bəstənin müəllifinin kim olduğunu Rövşən bəy özü deyəcək. Buyurun. Bu gözəl bəstənin müəllifi mənim də çox sevdiyim bir bəstədir həqiqətən də. Çox gözəl bir xanım, gözəl bəstəkar Minay xanıma aiddir. Musiqisi, sözləri Vahid Əzizin, bizim çox dəyərli şairimiz Vahid Əzizə aiddir. Çox gözəl, hər ki şəxsə, yaradıcı insanlara elə yaradıcılığında uğurlar arzulayırıq. Çox gözəl, maraqlı, həqiqətən də ürəyə yatımlı bir bəstə yaradıblar. Buyurun. Üstadlarımdan, elə siz tutmuşsunuz bizi sözlə təşkili, gözəl sözlər bilən çox sağ olun. Ancaq demək istəyirəm ki, Rövşən təkdə mahnı oxuya bilər. Elə bizim taleyimiz belə ancaq duetlərə bağlıdır. Təbii ki, Rövşən bəy özü də öz ürəyindən keçən sözləri ilə, musiqi ilə deyəcəklər. Buyurun, Flora xanım, canınız ağrımasın. Valla, sizin xətrinizi çox istəyirəm, amma istəmirəm ki, çox ayaqda qalasınız. Buyurun, lütfən əyləşin. Mən bugün Rövşən bəyə bir qədər səhnədə tək olmaq istəyirəm. Ancaq Rövşən bəyə bir sualım var. Yox, ehtiyat etməyin heç nədən. Bir sualım var. Rövşən bəy, biz belə deyək də, bizim belə bir məlumatımız var ki, siz uşaqlıqdan səhnəni görə-görə gəlmişsiniz. Və o uşaqlıqdan musiqini daxilinizdə hiss edərək böyümüsünüz. Və sizin yeniyetmə bir gənc yaşlarınızda gözəl görünürsünüz. O yaşlarınızda bir ifa etdiyiniz musiqi qızıl fondda saxlanılır. Bir qədər bu barədə məlumat verin, daha sonra musiqinizi eşidək. Təşəkkür ederim, çox sağ olun. Flora xanıma dərin təşəkkürlər. Bu gözəl duetə görə, təbii ki. Və gözəl qeyd elədiniz. Mən doğrudan da, yəni mən həmişə demişəm, Flora xanım da çox sağ olsun, hər zaman qeyd eləyibdir. Mən bu sənətdə, yəni bu sənət özümə, belə deyim, o qədər yaxındır ki, hava, su geylər mənə yaxındır. Yəni həyatımın bir hissəsidir. Və çox sevirəm, həddindən artıq sənətimə bağlı bir insanam. Və təbii ki, 99-cu ildə mənim yadımdan ötən günlər adlı mahnı Oktay Ağayevin repertuarından bizim çox dəyərli müəllimiz, mərhum sənətkarımızın ifasında səslənmiş bu mahnı. Mən onu lentə aldım, demək o mahnı Qızıl Fondda istədi verir, bizim Milli Televizyonun Qızıl Fondunda saxlanılır, çox yüksək qiymətləndirilmişdir. O günlər yadınızdadır. Heç vaxt unutmursunuz. Canlı olaraq azacaq ifa edə bilərsiniz. Hər halda akapella bir başqadır, yəni musiqinin ifasında tamam başqa verilir. Yadımda ötən günlər, ağac altı, bulaq səsi, güller geçir, bize kalır o günlerin hatırası. Gezsin keşmeleri ya da saladın adına öten güne gün şatar mı calasana da gün güne gezsin keçenleri ya da saladın adına öten güne
gün çatar mı casana güne güne. Güzel belediye canlı ifaya göre teşekkür ederim. Zaten onsuz da əsl musiqiçilər belə ifa gözlənilir. Başqa söhbət ola bilməz. Gözüme kurban, bakışın nağme kimi kalbime dolar. Naz etme aşık
yarattığı güzel ab-havadan sonra tabii ki bu duyguları canlandıran sətirlərə də ihtiyac var. Bu sətirləri bizə çatdıran bir güzel hanımımız var, İlahi Hanım. İlahi Hanım güzel qiraət ifaçısıdır. İlahi Hanım en güzel misraları özünə məxsus tərzdə bir musiqi tonu altında ifa etmək qabiliyyəti var. Təbii ki, aktrisadır. Ancaq özünə məxsus ustalığı ilə bugün sevimli sətirlərindən bizlərə çatdırsın. Gitmek istəyirsən bəhanəsiz get. Oyatma mürgülü xatirələri, səsin həmin səsdir. Baxışını qey, gedirsən, səsin də yad olsun varım. Sən dəniz boyuna tullanmış çiçək, üstüme dalgalar atılacaqdır. Saxta məhəbbətin saxta sənətək nə vaxtsa üstüme tutulacaqdır. Gitmək istəyirsən, o yol, o da sən. Bir cüt göz baxacaq arxanca sənin, getdinmi? Nə vaxtsa dönmək istəsən, kağıdı yastığa dönəcək yeri. Getmək istəyirsən, bəhanəsiz get. Yox oldum anlardır, dumanda, çəndə, nəyimi sevmişdin deyə bilmədin, indi sən yüz eğip görürsən məndə. Getmək istəyirsən, bəhanəsiz get. Oyatma mürgülü xatirələrin, səsin əmin səsli baxışını qey. Gedirsən, səsin yad olsun varım. Sevib sevgiminlə pərişan oldum. Yarpaq tək saralıb, gül teki soldum. Bulutla sorulub, ürəklə doldum. Ağlayan ürəkdir, akan göz yaşım. Gitmək istəyirsən, bəhanəsiz git. Oyatma mürgülü xatirələrin, səsin həmin səsdir. Baxışını qey, gedirsən, səsin də yansın var. Ne kadar güzel oldu, ben təsəvvür edirəm. Ancaq ne olur olsun, her zaman mürgülü xatirələr oyanır. Bunu hiç çok anlatmadım. Çok sağ olun, teşekkür ederim. Bugün bize bugün önemli görüşler verişinde artık bir ildir davetimizde bir duet grubu da var, ses grubu. Ve bir neçə efir verişlərində də biz onların ifalarını dinləmişik. Özəlinə məxsus ifa tərzləri var, özəlinə məxsus musiqi tərzləri var. Yəni, biraz fərqli qrupdur. Və səs qrupunun yaratmaqda məqsədimiz nə olur? Adını da biraz səs qoymuşsunuz. Başqa bir daha güzel anlar ola bilərdi. Belki de səs daha size daha yakın, bilmiyorum. Buyurun. Ben salamlayıyorum konularımızı. Grubun adı ses konuları məqsədimiz oldu ki, görənlər, beğenenler yani deyildi ki, ses söyleyen olan bir şey anlamında. Yani sesimiz var, istediği ses söylüyor grubun adı. Bu yeni yaranmış bölümlere bir ismi aracıydı. Sesimiz olan şekilde biz her zaman önde edilmekteyiz. Biz de size seyredik her zaman bakıyoruz olarak ve buyurun, senden sizindir. Ağla gül, bağla gül, bağla gül.
Adın nedir bana gül, Cehennem gül, bana gül, bana gül. Saygı saygı, adın nedir bana gül, Cehennem gül, bana gül, bana gül. Ben seni çoktan seviyorum bana gül, bana gül. Senin benden adın nedir bana gül. Ey ben seni çoktan seviyorum bana gül, bana gül. Senin benden adın nedir bana ben seni çoktan seviyorum bana gül. Senin benden adın nedir? Ben seni çoktan seviyorum bana gül, bana gül. Senin benden adın nedir? Bağdagül adlı xanımlara ithaf olunur. Ama bu ifaını daha da gözəlləşdirən bir maraqlı bir ləhcə ilə oxumağınız oldu. Belə bir aranjman oldu. Bu hansı tərəfin ləhcəsidir? Sən ləhcəsidir ya? Gürcüler, Gelebeler, Beredeler, o tarafların lehçesinde götürdük. Orada daha çox Bağdagül adlı xanımlar yaşayır yəqin. O baxımdan belə o ləhcəni daha da mahnını gözəlləşdirdi və yəqin ki bu hər ikinizin fikri idi, bu hər ikinizin ideyası idi. Allah olsun, sizlərə uğurlar, həqiqətən də səsə bir səsli uğurlar arzu edirik. Yolunuz açıq olsun. Ən azından kalifiyələrinizdə də hər zaman öyrənin. Onlardan nə öyrənsək, hələ azımızdır. Ses grubunun ifaçıları Müşrik və Yusif. Hər ikinizə sənət uğurları arzu edirik. Ancaq sizlər üçün ən gözəl sözləri, ən gözəl uğurları Flora xanımın dilindən eşitsək daha xoş olar. Çok sağ olun. Tabii ki arzularım var. İndi gruplar çoktu diye o kadar siz o yolu tapmalısınız ki onlardan fərqlənəsiniz ve görürüm fərqlənmişsiniz. Cənnətin üçün tarlasız əcəbdə eləmişsiniz. Müşrik, Yusuf, ben çok isterim ki her şey arzuladığınız gibi olsun, planlaştırdığınız gibi olsun ve en önemlisi burada olacak. Özünüze demekten o hissiyatı yitirmeyin. Çünkü bu sanat bütün yerler biraz oldu desem doğup diyen o kadar fərqlənməlisiniz. Her şeyde, hisiyetinizde, davranışınızda, münasibetinizde ve Allah korusun tabii ki öz yerinizi tutacaksınız. Hiç vakit yukarıdan aşağı cavanlara bakmayın. Hiç vakit yukarıdan aşağı o üstü seslerde kıymetlendirmeyin. Çünkü siz düz kıymet verirseniz, düz istikamet verirseniz Allah korusun muhteşemceğiz. Ben bir masa arkasında oturup kimlerse ansız edilmese vereceğiz olacak müddet. Çünkü hemen nefesim ben değil düşündüğüm sayarlı biraz avazım kıymetli diyoruz. Ben de özümü düşünüyorum. Özümü terbilerim. Çok sağ olun size ki bana hanım söz verdi ki sizin sayenizde ben ne devlet olduğumu bu bakışlığımı sözü her şeyde
gözümün hakkında təriflədim. Öpürəm oğullar sizi, öpürəm sərbəst səhnədə, Gülüzər səhnədə. Bütün sözlərin hecasına fikir verin. Ancaq hər şey yaxşıdır. Və mən Mehriban xanıma çox sağ ol deyirəm, Mehriban xanım. Həmişə ben demezdim ki bu cavanlarımız kimsesizdi, çünkü sizin kimi onu sığallayan başlarına ve yönelden bir insansız. Size çok sağ olun. Ne kadar bu insanlara, bu cavanlara destek versek, ülkelerden akışlı olacaklar. Bilirim siz de benim gibi yüreği yumuşak, ancak sözünüzü diyen bir insansız diye herhalde bir eliniz başlarını sığallıya onları tembih edemeye yeri olsa tembih edemeye sizin de yüreğiniz bilmem dokunlar. Ekler görürsünüz önce sözünüzü diyensiz diye Allah korusun her şey yüreğiniz çıksın. Sağ olun. Ne güzel bu sene. Demiyorlar ki hayatımızda bir yaşlı çıkandı. Yol açacaktır. En azından her zaman durmadan yaratıcılığımızı inkişaf edilir. Esas budur. Ve her yetende ile Nur Hanım sözünde olan Mehriban Hanım. Mehriban Hanım tek gençlere yok. Birçok insanlara destek olur. Ve hakikaten birçok insanlara, yardım ihtiyaç olan insanlara her türlü destek olur. Allah her birimize can sağlığı versin. Yani her bir hanıma sanatında uğurlar arzu edirik. Güzel hanım, siz özel yoldaşsınız. Kalemler özel jurnalistsiniz. Kalemler bitki olmamış jurnalistsiniz ve jurnalistlerin de her zaman arkasında duran bir insansız, bir hanımsınız. Sizin musiki duyumunuza söz olabilmez. Çünkü her bir şair yazıcı musikini daha çok sever. Ve elə bil ki, o musiki notları ahırı her zaman sözlərini, səfələrə köçürdür. Siz özünüz de ne zamansa şiir yazan zaman her hansı bir duyet üçün nəzərdə tutmuşsunuz mu o səfərlərinizi? Bir daha salam bilirəm gələn qonaqları, hoş gəlmişsiniz deyirəm. Bilirsiniz Hüsarət Hanım, mən duyet üçün şiir yazmamışam, mən sevgi şiirlərdə yazmamışam. Mən ümumiyyətlə şəhidlərdən yazmışam, çox vaxt şəhidlərdən yazmışam. Mənim bir kitabımda şəhidlər, Qarabağ şəhidləri haqqındadır. Və eyni zamanda mən uşaqlar üçün şiirlərdə, taxmacılar kitab yazdım. Çünki mənim ruhum, uşaqların ruhuyla demiyorlar ki, nə dərdirlər, o yeni təşkili, uşağın ahengi olur. Çünki mən uşaqların çox duyumla, uşaqların deməli, ne yemək istədiyində duyuram, neyi necə görmək istədiyində duyuram. Ona görə mənim uşaqlar arasında yazmaq daha asan olur. Çünki bu sevgi şeiri yazmaqdan, sevgi şeirləri yazmaqdansa. Amma mənim dövlüklərim var, dövlüklərim olur. Ondan iki dənə yerlərəm dövlüklərdən, sonra da uşaq kitabı haqqında danışa bilərəm. Deməli, bir dəfə mən aynaya baxdım, gördüm ki, saçımda ağ tellər cübür salır və bir ah çəkdim dərindən, dedim, aynada baxıram mənim dərsimə, saçımda ağ tellər cübür salırdır. Gənclikdən əvvəli yadigar mənə bir ürək dolusu, həsrət qalıbdır. Belə dövlüklərim çoxdur mənim, amma ki, bir də mənim bir dövlüyüm var, Ulu Vətən nə qədər ki dardadır, torpağında atıyladır yağlar. Şəhid ruhlar durnalara dönərək, haray edər, intiqama çağırır. Dövlüklər yaza bilirəm, amma mənim cavanlığım bu müharibə dövrünə düşdüyü üçün, ona görə o hissəli işləri kökləndiğim üçün sevgi şeyləri mən yaza bilməmişəm. Bəzən mən gülə bilməmişəm, bəzən mən ağlaya bilməmişəm. Çünki mən bu şəhidlərin çoxusunu tanıyırdım və hətta birinə anası, birinə meyidin anasına aparmışam, birinin deməli, başının yüzuruna aparmışam, çünki bədən bir yerə bastırmışdı, başka bir yerdə bastırmışdı. Bağışlayın, mən sizə biraz kədərdən oxumaq verirəm. Hətta bir dəfə üç şəhid vardı, adı Arif idi. O uşaqlığın Flora Kərimovanın
onun toyunda oxumasını arzuluyurdu. Həmişə anasına deyirdi ki, görürsən çalırsan gələrim toya. Anasına deyirdi ki, Aybaş görürüm, Aybaş Hanım'ın toya bir ana bacı kimi çağıraram onu. Müğənni kimi də gəlirsə, ana bacı kimi çağıraram ona, mütləq gələcək. Amma ona qismət olmadı. Və anasının bu məhdudu mənə danışanda mən Flora xanımı getdim və Flora xanımı dəvət edelim onun məzarının başına. Bilmirəm Flora xanım 2 il ya 4 il edə bilmərəm. Sizi inandırın ki, bir epizod danışanda sizə Flora xanım razı oldu, tez razı oldu, gəlirəm dedi. Və oturduk getdik, hamısı məzarın başında şəhidlərin yapağında, birdən ana döndü və gördü ki, Flora xanımla mən gəlirəm. Dişi də tökdü qəlbi qarşısına və dedi ki, ay Ali, gör kim gəlir? Ay Ali, Flora xanım sənin toyuna gəlir. Gör kim gəlir sənin toyuna? Ay Ali, bu il hesab edin sənin toyudur. Belə bir sıraqlar işlədik, deyəsən Flora xanım. Sonra Flora xanımla evlərinə gittik. Bu şəhərlərdən olsaq məndə çoxdur deyə demək istəmirəm. Amma ki, o şehirlərə gəldikdə isə məndə əsasən uşaq şehirləridir. İstəyirsiniz, mən əzbərdən yanında saxlaya bilmirəm, başqa şeyləri saxlaya bilmirəm, öz şeylərimi saxlaya bilmirəm çoxlar. İstəyirsiniz, Qarabağa görülənmiş bir uşaq şeirini oxuyaram sizin üçün. Bugün balaca ana gözəl bir gül şəklini nənəsinə göstərdi. Şəkli görəcək nənənin gözü doldu, kövrəldi, güldür. Ana ondan soruşdu, bəs gül üstündəki, de görüm, hansı quşdur? Mənim mehriban balam, bil bu gülün məskəni, Qarabağın açarı Şuşanın dağlarıdır. Yaşıllı yamacları, laləli bağlarıdır. El içində bu gülə deyirlər xarı bülbül. Şərqdə diqqət də var, görürsən, ömrüm, gülüm, yarı gül, yarı bülbül. Nənə, o gülü hardan tapmaq olar? O gül indi bu saat, Qarabağ torbağı tək, yağı düşmən əlində igidir, bir əsirdir. O Babəkdən, Fərhaddan, Köroğludan gül almış, igidlərin çəkdiyi nərəyə bilməzirdir. Ayanar, xarı bülbül təkcə Şuşada açar. Bu gülü dərəni olan Şuşa yolunu açar. Nənəcan, biraz da döz, qoy boyata, böyüyək, bu gülü dərən olan biz biz olacaq. Nəinki tək Şuşanı, Qarabağ torbağını tamam azad edərək, şəhidlərin intiqamını əmin ol alacaq. Ağlama nənə, nənəm yaman qocalır. O heç mürad doğuyur. Həmdə görürəm ki, mən ilmələri duranda dodağının altından sümsmə ilə oxuyur. Bir də görürsən ki, o şirin xəyala dalır. Bəzən də gözlərini sitrəyib bir nöqtəyə yanı tapdağı olan yurdunu yaradır. Dağlar, bulağım hanı, yanan çırağım hanı, Şuşa, Laçın, Kərpəcər, o Qarabağım hanı, Kürdə düşdü əlindən, səhət düşdü belimdən, ayrılığın, həsrətin soğuşun ah elimdən, birdən sanki dizgilir, bir ah çəkildi əlindən. Ötən bulud yağışlı bahar deyilsanı kimi süzülür gözlərindən. Canım mənə, ağlama, bulaq kimi çağlama, Qarabağı alarıq, yanlara bel bağlama. Böyüyür Abbas, Ayxan, 7 oğul istəyir, bircə qız Azərbaycan. Bir arzum var, arzu edərdim ki, torpaqlarımızı tezliklə yağ əlindən alaraq və daha mən bu qəmi köklənməyim və Qarabağın azadlığı uğrunda yazmağa başlayım. Artıq şəhidlər haqqında yox, qazilər haqqında yazdım. Bir də ki, elə edir ki, bugünkü işimizi sabaha nəvələrin, oğulların boynuna qoymayaq. Onun biz özümüz əldə edək. Çox sağ olun. Çok sağ olun, bize de teşekkür edirik. Ve Nəğməli görüşlərdə yeni bir ifaya yer verək. Buyurun, səs qırın. Geri geldi güzel akşam, dostlarla yakışırım bir.
hepsi elə bax bu qəhrəmanlardır. Səs qrupunun üzvləridir. Həqiqətən də deyək, gülək, musiqidən zövq alaq, həyatı yaşamağı bacaraq prinsipi ilə yazılmış sözlərdir və musiqidir. Halal olsun sizlərə. Bax, belə musiqiləriniz çox olsun, ifalarınız gözəl olsun. Bu diləklə mən sizi təbrik edirəm. Buyurun. Bilirəm, Mehriban xanımın müsahibədən belə xoş gəlmir. Ancaq Mehriban xanım, bugün ən azından səs qrupunun ifaçılarına nə arzu edərdiniz? Ürəyimizdən gələn ən gözəl mesajı. Əslində, sonradan bəyət edim, mən belə rolum yoxdur burada. Sadəcə olaraq gənclər deyil, çox istəyirəm ki, özlərinin əsəri ilə, öz əzəklərlə, özlərində çalışmaqları ilə, öz səviyyələri ilə cəmiyyət özlərlə yer tapa bilsinlər. Musiqi ərəndə əsl musiqi və zövq verə biləcək musiqiçilər olsun. Sadəcə olaraq kiməsə xoş gəlmək və yaxud görüntü üçün səhnəyə çıxmaq yox. Səhmət heç bir musiqiçilər olsunlar ki, gələcəkdə insanlar onları arzulasın və onları dinləməyə hər zaman razı olsunlar. Məsələn, Xolux xanım illərdə hər dəfə bizi elə bir ki, təcrübələndirir, hər dəfə təcrübələndirir. İstəyərdim səs qrupuda hər ifasında insanların təcrübəsi səbəb olsun, hər ifada yeni nəsə bir tapıntı olsun. Bax, axtarışda olmalarını özgürlüyüm. Hər zaman axtarsınlar, özlərini axtarsınlar, amma insan olaraq dəyişməsinlər. Mən insan olaraq onları sevmişəm. Əgər insan olaraq dəyişəcəklərsə, mən elə hesab edirəm ki, hansı sənətkar olurlar olsunlar, insanlıqla sənət bir yerdə olanda daha gözəl olur, daha qeyrat olur, daha arzu olunan olur və onları belə görmək istəyirəm. Bugün istəklə də inşallah səs qrupu daha gözəl uğurlara imza atacaq. Bir gənc qrup olaraq mən səs qrupunu dəstək olmaq istəyərdik və ən azından bugün bir Karifey xanımımızın özü də elə bir xanım ki, onunla neçə gənclər duetlər oxuyurlar və onların həyatında bir yaşlı işıq xanımdır Flora xanım və onun belə deyək də arzuları da sizə də dəstək olsun. Amma bugün mən istəyirəm Zənnə xanım da bizim duetlər yaradan qruplarımıza öz arzularını bildirsinlər. Buyurun. Çok sağ olun. Valla burada eğlencen değerli insanları da selamlayacağım. Çok şadan ki bugün ben sizin bu verilişede ehliyen ve burada iştirak edeceğim. Çok üzüldüm. Mövzu səviyyələrimizə duetlərlə bağlıdır. Mən bir söz demək istəyirəm ki, Flora xanımın nəyə görə Flora xanımdan hamımız danışırıq? Çünki danışmalıyıq. Flora xanımı əvəz edən bir ikinci mən bir xanım tanımıram ki, duetləri ilə, gözəl ifaları ilə yaddaşlarda və bizim unudulmaz xatirələrimizdə qalsın. Yəni, mənim uşaqlıq dövrümdən və yaxlarım sizdə dediniz. Uşaqlıq dövrümdən ən çox sevdiyim, ən çox pərəstiş elədiyim və onun Flora xanımın demək olar ki, səsi ilə mən layla əvəzi, yatmışam, layla əvəzi durmuşam. Və bütün məni tanıyanlar da bilirlər ki, mən Flora xanımı necə sevmişəm, sevirəm və sevəcəyəm də. Bu həqiqətdir. Bu ilk dəfədir mən yüz oturduğum üçün demirəm. Ben çok sevinirəm ki, bugün təsadüfən yüz oturmuşum. İlk dəfədir. Ben çok sevinirəm ki, bugün mən bu sözləri Flora için deyirəm. Bilirsiniz, bizim Azərbaycan xalqı çok şeylərə qadirdir. Bizim şansımızdır ki, belə bir səsdir, belə bir şəxsiyyətdir, belə bir xanımı Allah Teala Azərbaycan üçün təqsir edir. Mən çok şadım. Flora xanım haqqında o qədər danışmaq olar. Biz bugün gençlerden sizin hakkınızda da ben sözler diyeceğim. Sizin
yerinizde olardık. Gerçekten. Siz hoşbəxt bir insansınız ki, Flora Hanım'la bugün duet okudunuz. Çok hoşbəxt bir insansınız. Onu değerlendirin, kıymetlendirin. Bilirsiniz ki onun değeri yoktu, əvəzi yoktu. Ben ne demek istedim? Demek istedim ki duetler sözü gelende Flora Hanım gözümüzün önüne gelir. Bize de var. Yaşar, Medine, Seferoğlu'ydu. Ne bileyim bizim o kadar yani ki o iller, o bakıram biz hamımız yeni yaşlı olan insanlar çok danışma olan ama demek istedim ki Flora Hanım can koyup, nefesini koyup, bütün gençliği, bütün ömrü koydu. Şimdiki nüvenliler hamımız etraf ediyor ki bəziləri başka bir məqsədlə çıxarlar evlilere, yani ki başka aksesuarlarla, giyimle, diğer makyajlarla özlerin yani tamaşaçı çaşbaş kalır ki onun neyine baksın ve nece baksın. Ama biz Flora Hanım'ın hiç nefsiz, onun sesine, onun koyduğu o canına, nefesine biz hepsi onu dinlemişik. Hiçbir onda his olmuyor ki biz Flora Hanım'ın ya aksesuarına, onun giyimine o kadar sade, o kadar sevimli, o kadar sehne medeniyeti, o hanım, hatın, kübar, ziyalı, her sözü ben diyelim Flora Hanım çünkü biz hanımlar bakmışız ki onun kimi yeriyek, onun kimi adım atar, onun kimi hanım hatın olan, onun kimi olan. Yani bir ziyalı, bir kübar hanım gibi. Ben şahsen her şey istemişim, Flora Hanım benzeyim. Düzdür, ben onu başarabilmem. Ancak çalışmışam benzeyim. Çok sağ olun Flora Hanım, siz varsınız. Sizde de çok. Bizim Azerbaycan hanımlarının simasında siz varsınız. Ve biz hanımlar sizin simanızda her şey istemişim, sizin gibi ziyalı, sizin gibi kübar bir hanım gibi özünüzü göstererek. Ve bugün gençlerimize ben sizin hiç Flora Hanım'ın her kelimesini siz yazın, beyinde, yürekte, onu saklayın. Çünkü Flora Hanım'ın her kelimesi değerli ve onu unutmayın. Esasen de sizin senetinize, meslektaşın, el çekmeyin, aktarın, gelin Flora Hanım aktarın, gelin onun yaşadığı ünvanlar, o paravançılığı izleyin. Ve her bir adımınızı meslekleşin. İnanın ki keyifle başlasın. Ve gelecekte de her bir faaliyete çıkabilirsiniz. Eğer onu meslekleriyle siz adım atsanız, sizin bilişe müsaade kalın. Bunlar arzulayacağım, böbrekiyetler arzulayacağım. Ve sizin de şartınız ki bu arada hükümde, değerli Gülüzen Hanım, Mecman Hanım buradadır. Ve İnsanlar her biri buradadır. Çünkü indi inandırım sizi, ben çok tanıştım. Evlilere inanırsınız. Televizyon programlarına hiç bakmak istemir. Son baklar. Ben düne tesadüfen seviyedeki duetler hakkında yemiş olacağım. Düne evde kompüterde açtım. İslam Rıza'yla Tükezban Hanım'ın bir duetini dinledim. Hayır şeylerim siz de gidin tapın dinleyin. Çok köhne yazılmış. Bir sevgiliyet var orada. Duet bilirsin ne demek. İnsanlar Flora Hanım Bahtiye Hanım çıktı. Gençler siz yanınızda saklayın. Belki de o 3 devre, 2 devre çekti o duet. Ama yaşadı onu. O hisler, o elden tutma. O hislerden okudu ki. O ellerden sehne medeniyet. Orada bir küçük bir sahneci gösterdi ki burada hakikaten sevgi var, saf bir muhabbet var. Ama şimdi çok təəssüf edirəm ki, dueti okuyanlar yüzlerini bir yana çıxır. Belki o sevgini hissedebilirler, o sevgini yaşadabilirler ve gençler bahanda onu hissedenir ki o sevgiyle onu okudular, can koydular. Bak ben çok istəyərəm ki siz öyrənəsiniz onlarla. Öyrənən olsun, adi bir köləyə pişirəndə seve onu biz pişirəndə o kadar tadını çıxır ki, o kadar lezzetli çıxır ki, her bir sənətdə insan
insan onu severek eğlerse o çok güzel, tatlı, lezzetli çıkacak. Ve siz de imkanınızda seve okuyun. Flora Hanım'dan öğrenin. Onun mektebin geçin. Onun hiç olmazsa bir küçücük bir sertifikatını alabilirim. Ne diplomun diye bilmiyorum. Sertifikatını alabilirim. Çok sağ olun. Çok minnettarım hepinize. Çok sağ olun. Çok sağ olun. Zəmrə xanım mənim həyatda tanıdığım ən həssas, emosional xanımlardan biridir və həmişə də dəqiq, düzgün fikirlərini birbaşa deyən insanlardan biridir. Ona görə də ən azından mən nəğməli görüşlərdə elə bu səndə Zəmrə xanımı çox layiq bilib çağırmışam. Təşəkkür ederim ki, sözümüzü eləyərək sağladınız və ən azından bugün kulağımız daha güzel notlar eşitti, daha güzel sesler eşitti. Elə bu bakımdan da bu arzuları devam ettirək. Hiç bilmirəm kimə deyim dərdimi. Eşq yandırmağa gözüm yox. Məcik sarıldıra bilmirəm qəddimi. Məndə o sevgiyə daha dözüm yox. Hiç bilmirəm kimə deyim eşki yandırma, vallahi közüm yok. Ecel sonunda bir gün qəddimi. Mən də bu sevgiyə daha dözüm yok. Sinem buz kimi doğur boşalır. Ne vakit içimde kalıp kocalır. Niye olur benden, niye kocalır? Nerede bu sevgiye daha gözüm yok. Bu eşkilerimden kaçabilirim.
Bilmirəm, iradəli insan bacarır. Sevginin qulu olmaq, bilmirəm, özünə düşman olmaqdır. Mən sevgiyə görə mənə çətindir demək, çünki mənim özəl münasibətim var. Ama sevgiden kaçmaq olmur. Bax, mən nəğməni görüşlərdə duyet mövzusunu qoymaqda, bax, mənim fikrim bu idi. Mən bu duyet ifanı eşidəndən bəri bax, bu sözlərin əsir olmuşum. Bu notların əsir olmuşum, bax. Kızım, sevgiden yanmaq, hayatı duymaq deməkdir. Sevgiden yanmaq, hayatın çarpazına qurban olmaq deməkdir. İsterdim ki sizin gözyaşlarınızı benimle bölüşəsiniz. Öpürəm sizi. Ancak sevginin karşısında aciz olmayınız. Hiç vaxt. Sevgiye baş əyməyin, əgər nankör sevgilisən. Sevgiye özünüzü təslim eləməyin, əgər qədriniz bilinmirsə. Sevgiye özünüzü qurban verməyin, o sizin əlinizdədir. Mənim baxışımdır. İndividual ola bilər, gənə də deyirəm. Çünkü her şeyde, her adımda siz gururunuzu saklasanız, siz o acıya, ağrıya qalib gələ bilərsiniz. Hiçbir sevgi, nankör sevgi gözyaşlara değmez. İnandırın sizi. Ve buranın ağrısına değmez. Ama ben size deyirəm. Öpürəm sizi. Çox sağ olun. Və elə bu sözlər mənim bütün ömrümə bəs eləyir. Bundan sonra nə qədər yaşayacağımsa ona bəs eləyir. Allah sizə ömür versin. Sizin sayənizdə biz insanlar, biz gənclərə də nə qədər dəstək olur və Rövşən bəy kimi insanlara nə qədər dəstək olursa, Allah ömrünüzü uzun eləsin. Sizləri bizlərimizin üstündən əski eləməsin. Çox sağ olun. Səsləriniz var olsun. Həqiqətən də yenə də deyirəm mən, bəlkə də indiyə kimi Azərbaycan musiqisində yəni heç kəs inciməsin. Belə bir duet, ifa qiymətləndirməm. Yəni yer verilsə birincidən birinci verərdim. Bax elə bu ifa da məni bu günlərə bu verilişi təşkil etməyə səbəb edən bax bu ifadır. Yəni sirrimi açdıq. Niyə mən bəs duet qoydum? Yəni indiyə kimi duetlər çoxdur. Çox insanlar ifa ediblər. Birgə səslərini ifa ediblər. Duet, ifa iki ürəyi bir vəhdətdə birləşməsidir ki, o iki ürək birgə bir duyğunu birləşdirir, daha gözəl, daha maraqlı olur. Amma gəlin görək, həmin ifanın sözləri, həmin ifanın musiqisi daha da ona biraz da can qatır, biraz da ürək qatır. Və bu ifaya görə mən ancaq qarşımda, hər ikinizin qarşısında baş əyirəm. Çok sağ olun. Siz üzülürsemeyin çünkü bu sevgini, yani bu verilişi sevdiren sizin duygularınızdır. Bunu verilişe güvende doğrusuna gözlememek gibi bir samimiyet olacak. Düşünürdüm ki danışacak, okuyacak, çıkıp gidecek. Ancak insanlıklarımızın her şey yürekleşti olsun. Ben Ahmet bir yaşayan inan hiçbir müebbet gözyaşlarına değmez. Gene de tekrar değil. Hoşça kalın kız. Bu dilek tek bana yok, bütün gençlere aitti. Her birimize bu dilekten biraz pay düştü. Ben de bunlardan sizden payladım ki en azından ben tek bu arzunun isteği tek sahibi olmayayım. Sizler de bu arzuların sahibi olasınız. Ritimsiz hayat yoktu değiller. Bu ritmi bu verilişte bir daha bizlere yaşanan uşaqlar Tələssüm rəqs qrupunun üzvləridir. Bu qrupun rəhbəri
Cavit Rızayev'e teşekkürümüzü bildiririk. Çok sağ olun. Tebessüm Reks grubuna bir daha teşekkürler. Ve bundan da daha güzel musiki nömrələri hazırlayın. Çok sağ olun. Ve Cabir Rızayev'e bir daha teşekkürümüzü bildirelim. Tebessüm grubunun rəhbəri Əminə xanım Musayeva'ya da daim teşekkürümüzü bildirelim. Ve belə güzel musiki nömrələri uşaqlarımız ifasında yaradır. Buyurun, keçin əyləşin. Əziz Bakı tamaşaçıları, Nəvəli görüşlər verilişimizin duetlərlə bağlı sayı artıq sona çatır və bu verilişin əsliyə gəlməsində Yeganə Şahnaz Sarayının rəhbərliyinə təşəkkür edirik. Nəvəli görüşlər verilişimizin sonuna gəldik çatdıq. Çox gözəl əhval-ruhiyyə yaşadıq. Maraqlı duetlər dinlədik. Və istərdik ki, elə bu gözəl ab-hava ilə, əhval-ruhiyyə ilə Rövşən bəyi səhnəyə dəvət edək və bizə növbəti ifasını ərmağan etsin. Ötüp geçen o yıllara var mı? Söyle senden bir işare. Bir de dönmek geriye. Ne çok söz vardır değmeyen. Kalsın, olsun, olsun, olsun.
İnsan hayatta bir dəfə sevməyi bacarırsa, deməli bir daha da sevməyi bacaracaq. Laf bir daha da sevməyi bacaracaq. Sizə əsaslandım bu arada. Mən çox güman edirəm ki, o silinmiş nömrələr olan vərəqələrdə yeni bir nömrələr, yeni bir sözlər, yeni bir istəklər, yeni bir sevgilər yazılacaq. Və hər birimizdən əzizlərimiz, ürəyinizdə dolu sevgilərlə sizlərə təşəkkür edirəm. Çox sağ olun. Əziz Bakı News tamaşaçıları, bugün nəğməli görüşlər verilişinin növbəti sayı hazırlandı. Çox sevdiyimiz insanlar, qonaqlarımız bizə təşrif buyurdular. Mövzu da duetlər idi və həm Karifey sənətkarımız, bizim canlı musiqi tarixlərimizdən biri olan Flora xanım Kərimovanın və Rövşən bəy Cevişovun ifasında çox gözəl musiqilər, duetlər eşitdik və gənc duet qrup, səs qrupunun da ifasında canlı ifalarını eşitdik və çox sevindik. Ən azından bugün duetlər özlərinə güvənərək yeni ifalar yaratmaya can atırlar. Biz bunu alqışlayırıq. Açığı bu duet mövzusunu da qoymama bir səbəb var idi. Düzü bu səbəbi sir olaraq gizlədəcəkdim, amma sir olub qalmadı, açıldı. Səbəbi də Flora xanım və Rövşən bəyin ifası idi. Yəni mən onların bir ifasını çox sevdim, duet ifasını çox sevdim. Tərk ediləsi eşqdən söhbət gedirdi. Yəni bu ifa məni vadar etmişdi bu mövzunu salmağa və elə də oldu ki, həqiqətən də bu ifa məni çox təsirləndirdi. Yəni üzrlə hesab eləsinlər tamaşaçılarımız. Musiqi insanı çox yaşadır. Bir daha bunun şahidi oldum. Yeni görüşlərdə görüşərik inşallah. Özünüzə müğayət olun, əzizlərimiz.